Yenə bir səhv sual, yenə 2023-ün təkrarı. Hər birinizi xoş gördük əziz izləyicilər. Bugün 5 aprel 2026 tarixində 9-cu siniflər üçün keçirilmiş imtahandan DİM-in səhv tərtib etdiyi bir suala baxacaq. Deməli, bu sualda bizə nə deyir? Deyir ki, iti bucağından təmələn trapesiyanı iki oxşar üç bucağa ayırır. Gəlin o zaman biz trapesiyanı çəkək burada. Deyir ki, 2-3 bucaq yaranır. Deməli, bu diagonal olmalıdır bu tənbölən. O zaman buranı yazıram mən alfa-alfa, çünki tənbölən işte yarı-yarı bölür. Paralel düz xətlər arasındakı yalan bucağın həssəsini əsasən çarpaz bucaq olur. Burada alfa olur. Və bizə deyir ki, bura 7-dir, bura 28-dir. Bərabər yanlı 3 bucaq, burada 7. İndi məsələ nədən ibarətdir? Deməli, gənclər, İndi bizə deyir axı bu 2-3 bucaq oxşardır. Bununla bu oxşardır. Burada x deyək bir dənə. X deyək. İndi oxşar 3 bucaq nə deməkdir? Oxşar 3 bucaq o deməkdir ki, x-inin də bucaqları eyni olmalıdır. Tərəfləri mütənasib olmalıdır. İndi baxaq. Alfa alfadır. Burada da alfadır. Mən bura bir dənə beta deyirəm. Bura bir dənə beta dedim. İndi bu digər üç bucağın deməli bucaqları nə olmalıdır? Alfa, alfa, beta. Tutalım ki mən nə edirəm? Deyirəm ki, bura betadır. Baxırıq, bura beta desəm, kör bucaq da betadır, iti bucaq da betadır. Belə bir şey mümkün ola bilər? Xeyr. O zaman deyirəm ki, bura betadır. Məcbur olaraq deyirəm ki, bura betadır. Bura beta olarsa, bura nə qalır? Alfa qalır. İndi gəlin oxşarlığı tətbiq edək. Hələ ki, burada gözə çarpan bir problem yoxdur. Baxırıq. Nə edirik? Yazırıq ki, bu alfanın qarşısındakı 7 bölünsün bu alfanın qarşısındakı neçə? X bərabərdir. Yazıram ki, bu betanın qarşısındakı x bölünsün bu betanın qarşısındakı 28. X kvadrat bərabər olur 28 vur 7. X bərabər olur kök altında 28 yazıram. 4 vur 7 vur bir dənə də 7. Buradan x nəyə bərabər olur? 2 vur 7 yəni 14'ə. X'i tapdım 14. Bir problem görsənir? Xeyr, görsənmir. İndi məsələ nədən ibarətdir? Bu 3 bucağa bir dənə nəzər yetirək. Tərəfləri nədir? 7, 7, 14. Bizim 3 bucaq bərabərsizliyimizdə nə deyirdi? İxtiyari 3 bucağın iki tərəfinin cəmi 3-cüdən böyük, fərqi kiçik olmalıdır. O zaman yazırıq ki, A minus B kiçik olmalıdır C-dən, o da kiçik olmalıdır A plus B-dən. İndi gəlin baxaq görək işləyirmi? 7 minus 7 C 7 plus 7. Baxırıq 0 kiçikdir. Bizim bu tərəfimiz neçədir? 14 14. O da kiçikdir 14. 14 14'dən kiçikdir? Xeyr. Deməli, bu tərəf mümkün ola bilməz. Belə bir tərəf mümkün ola bilməyəcək. O zaman cavabımız da olur birinci halda 2023'də olduğu kimi. Belə bir trapesiya mövcud deyil. Ya bu olar cavabımız. İkinci halda isə tutalım ki 14 götürərlər buranı bərabər yanlı olduğuna görə. O da ki, olar 7, 7, 14, 28, o da eləyər 56. Səhv hesablamadımsa. Bəli, 56. Yəni, yenə türklər demiş, çelişkili bir suala gəlirik. Yenə DİM şagirdləri çətin vəziyyətdə qoyur. İndi baxaq görək, 2023'də olduğu kimi bir qarışıqlıq mı olacaq, yoxsa DİM bu suala açıqlama verəcəkmi? Videonu bəyənməyi unutmayın. YouTube kanalımızda da həm suallar, həm də ki sualların izahları mövcuddur. Növbəti videolarda görüşmək üzrə.